Məşhur şair Nəsiminin çoxlu məşhur qəzəlləri və digər nümunələri bizə gəlib çatıbdı. Və bunların içində ən məşhurundan iki misra var ki, bizim Azərbaycanda və digər ölkələrdə çox məşhurdur. Bu misra bunlardan ibarətdir. Məndə sığar iki cahan, mən bu cahana sığmazam. Cövhər la məkan mənəm, kövvü məkana sığmazam. Bu misralar və Nəsimi ümumilikdə onun yazdığı dil türk dilinin törəməsi kimi bizə təqdim edilib. Lakin mən burada sübut edəcəm ki, bu məsələdə türk dilinin heç bir aidiyyatı yoxdur və bu qondarma söhbətdir, bu yalan söhbətdir. Azərbaycan dili fars dilinin törəməsidir. Və gəlin bu məsələnin izahına keçək. Baxın, buradakı bu iki misradakı sözlərə baxaq. Mən bütün şeiri burada oxuyub onu analiz eləməyə vaxtım yoxdur. Özünüz bunu edə bilərsiniz. Amma buradakı iki misradan məşhur olduğuna görə bu iki misra seçmişəm, təsadüfdən seçməmişəm. Həmçinin bunu Azərbaycanlı dırnaqarası türkçə alimləri deyir ki, guya bu misra elə türk dilinin olmasının sübutudur. Gəlin baxaq bu sübut nədən ibarətdir. Baxın, məndə sözü, məndə sığar iki can, məndə sözü, mən sözü fars sözüdür. D şəkilçisi var, məndə D şəkilçisi var, yer bildirir də, yəni burada, orada, səndə, məndə yer bildirir və bu fars dilindəki D sözündən əmələ gəlib. D nədir? Kənd deməkdir. O da yer bildirir, ərazi bildirir, kənd bildirir. Sığar sözü farscadır, urduca və ərəbcədə də rast gəlinir. Bəzilər deyir ərəbcədən keçib farscaya, bəzilər deyir farscadan keçib ərəbcəyə. Amma farsca bu sözü saymaq olar. Fars dilində işlənir və xırda sığar sözü, yəni seqar, farslar belə deyir, biraz ləhcəmdə fərqli ola bilər. Kiçik olan ən cavanı deməkdir. Yəni bunun tam mənası da yoxdur bizə, çünki sığar kimi gəlib. Sığar nə deməkdir? Azərbaycan dilində nəyəsə sığması və farscadan da bunun tərcüməsinə baxırıq. Ən kiçiyi nədir? Harasa sığan biridir də. Ən cavanı nədir? Sığan biridir. Bu da fars dilindən gəlmə bir sözdür. Kökü fars kökənlidir. İki sözü burada, iki cahan sözü. Bu yeganə sözdür ki, bu misrada türkçədə rast gəlinir. Yəni rəqəm olaraq türk sözü işlədilib. Və bu türk sözdür, iki türk sözüdür. Cahan sözü farscadır, eyni mənanı daşıyır bizdəki ilə. Bu ədat kimi səhv etmirəmsə işlənib dil məsələlərində nəzərə alın ki, mən elmi araşdırmaçı deyiləm. Elmi araşdırmaçılarımızın hamısı türmədədir, ya öldürülübdür, ya da həbsdədir. Ona görə mən burada şərh verirəm. Baxın, bu sözü farscada qoxu deməkdir, qoxu. Bu. Buye bəd, pis qoxu. Buye xoş, pis qoxu. Və bu sözü həmin o budan gəlir, hansı ki izah verir. Bizdə isə bunu işarə kimi işlədirlər. Bu adam, bu göl, bu ərazi, bu işarəyə çevrilib. Hansı ki, eynən oxşar mənası fars dilində var. Dediyim kimi, boya bəd, boya xoş, eyni söz şeylərdir. Bir kökdən gəlir, sadəcə fərqli qollara ayrılıb. Necə ki, fransız dilində, ingilis dilində bir kökdən gələn sözlər var, sonradan ayrı yerlərə ayrılıb. Bu da elə bir şeydir, amma oxşarlıqları qalıbdır. Cövhər sözü farsca cəvahirət deməkdir. Bizdə də eyni mənanı daşıyır. Məkan sözü ərəbcədir. La sözü bunun önündəki şəkilçi olaraq fars şəkilçisidir. Kövn farscadır. Farscadır bu da. Bütün deməkdir. Yəni kövn cahan, bütün cahan deməkdir. İndi baxaq, bu misrada, yəni Azərbaycanlıların illərləndir. Bizə dediyi şey var ki, bunlar türkçüdür, filandır. Azərbaycanın dediyim, yəni bu saxta türkçə alimlərindir. Bu türk misrasıdır, bu türk dilidir, filandır. 6 söz farsça çıxır. Ümumi deyim ki, burada 8 söz var. 6 söz farsça çıxır. Bütün şəkilçilər, həm ön şəkilçilər, həm son şəkilçilər farscadır.
Bir söz ərəbcə çıxır, bir söz türkcə çıxır. Dilin qrammatik qaydası deyə bilərsiniz ki, farsçada belə qrammatik qayda yoxdur, filan beşməkan. Qardaş, İran dilləri təkcə fars dilindən ibarət deyil. Şimali İran dili harda ki, Azərbaycan dili məşhur olub. Bu dil Şimali İran dillərinin bütün yığnağı, Talış dili də oxşar qrammatik qaydadadır. Talış dilində də oxşar qrammatik qayda var. Azərbaycan dilinə uyğun. Həmin dövrdəki Azərbaycan dilindən Talış dili eyni qrammatikada olub. O sonradan dəyişdirilib. Ora gələcəm. Yəni indi mən sizə sual verim. 8 sözdən 6-sı farsça çıxır, biri türkcə çıxır, biri ərəbcə çıxır. Şəkilçilər hamısı fars şəkilçiləri. Bu necə türk dili sayıla bilər? Bütün şeir belədir. Yenə deyirəm, mənim vaxtım yoxdur burada bunların hamısını bir-bir heç qulaq da asmayacaqsınız. Bunların hamısını bir-bir incəliyim. Özünüz maraq üçün girib baxa bilərsiniz. Ən məşhur kəlməni gətirdim, misranı gətirdim. Azərbaycanlı dil nağaraçı tədqiqatçıların bizə dediyi söhbət var. Biz araşdırma eləyirik, falan eləyirik. Bunların ən çox gözümüzə soxduğu misranı gətirdim. Bəs necə oldu ki, bu türk dili adlandırıldı? Yəni bu da öz-özünə baş verməyib ki, bunu ruslar edibdi. Qardaş, bunu ruslar edibdi. Bu dil həm Türkiyədəki türkcə, həm Azərbaycandakı Azərbaycanca, həm Mərkəzi Asiyadakı dillər, Qazaxdır, Özbəkdir, digərləri rusların dövründə Sovetlər Birliyi quruldu. Yuxarıdan adam təyin elədilər. Dedilər ki, tüpürüm xalqın yazdığı dilə. Biz özümüz bilirik nə edərik. Bütün İrani sözləri təmizləməyə başladılar orada. Yerinə də nə bilim əcaib sözlər qoydular. Biri ruscadan, biri fransızcadan və dili avropalaşdırmağa başladılar. Bu da siyasətin nəticəsi idi. İranı xoşlamırdılar. İran mədəniyyətini sıxmaq istəyirdilər. Dartıb çıxardırdılar bizim regiondan və türk dili, türkcə, yəni Türkiyədəki dil, Azərbaycandakı, Mərkəzi Asiyadakı dil fars sözlərindən yığışdırılmağa başladı buradan. Və burada yenə də fars ərəb sözlərini yığışdıra bilmədilər. Yəni elə bilməyin ki, bunların hamısı yığışdırılıb. İndiki dilimizdə mən hazırda danışıram. Böyük bir əksəriyyəti yenə də fars sözüdür, ərəb sözüdür. Türk sözü deyilən qavram da qondarma sözlərdir. Hamısı keçən, ötən əsrimizdə yaradılmış sözlərdir. Onların yazılı nümunəsi yoxdur, qardaş. Türkçə dilinə baxın. Orada nə bilim minlərlə söz var ki, bunların tarixdə yazılı nümunəsi yoxdur. Bu necə yaradılıb? Atatürk bir dərnək yaradıb, deyib ki, qardaş, mənə düzəldin türkçə sözlər, qədim sözlər. Bunlar da baxıb ki, hardan tapacağıq türkçə qədim sözlər? Olmayan bir şey istəyir bu bizdən. Özlərindən söz düzüb qoşublar. Və bu günə qədər də bu adət-ənənə davam eləyir. Amma qədim Azərbaycan dili, Azəri dili bu fars dilinin törəməsidir. Bu İrani bir dildir. Və bu danılmaz bir faktor. Bu danılmaz bir faktor, ortada olan bir faktor və bu saxtalaşdırılıbdır. Həmçinin türkçülər iddia edir ki, nə bilim, bizim dilimiz, farslar bizim dilimizi korlayıbdı. Onu nə bilim özünü assimilyasiya eləməyə çalışıb və sonradan biz bu dili təmizləmişik. Bu dil təmizləmə məsələsi fransız millətçiliyində olan bir şeydir və fransızlar bu gün də buna edir, yəni dili təmizləməklə məşğuldur və bu necə aparılır proses? İngilis dili qloballaşmış dildir və oradan çoxlu sözlər gəlir fransızcaya. Fransızlar hər dəfə bunu rəsmi dildə tənzimləyir. Ən azından buna çalışırlar. Yəni həm rəsmi, həm də qeyri-rəsmi qurumlar bunu edirlər. Və bu tənzimləmə necə aparılır? Fransızların 8 əsr, 9 əsr, 10 əsr əvvəl yazdığı nümunələr var. Ora baxırlar ki, alternativ sözlər varmı burada? Yəni biz oradan götürək, dəyişdirilmiş sözləri geri qaytaraq. Yaxşı, mən indi sual verirəm, qardaş, bu türklər hara baxır sözləri, deyirlər öz kökümüzə, öz nəslimizə qayıdın. Nədən götürürlər? Hansı türklərin yazılı nümunələri var? Azərbaycan dili deyirsiniz, yazılı nümunələr xalis farsdır. Yaxşı, bundan əvvəl deyirsiniz ki, farslar sizi farslaşdırıb, İranlılar sizi assimilyasiya eləyib, falan eləyib. Yaxşı, sizin kök dediyiniz məsələ harda başlayır? Nəzəriyyələrdə, o nəzəriyyələrdən mən 50-sini uyduraram. 50-sini uyduraram. Deyirlər ki, Mərkəzi Asiyada başqa dildə danışmışıq. Əgər sənin güclü dilin var idisə, nəyə görə güclü ola-ola İranlıları qırıb keçdin arxasından? Necə olur ki, sənin dilin gəldi burada assimilyasiya oldu? Bu da
hədərə söhbətdir axı. Əksinə ingilislər məsəl üçün güclüdür, fransızlar güclüdür, getdiyi yerdə dili dəyişirlər. Necə olur ki, deyirsiniz türklər bura gəldi, assimilyasiya olundu. Ya belə çıxır ki, siz bura ümumiyyətlə çox şəkildə gəlməmisiniz, ya da mədəniyyətiniz olmayıb, bizdən öyrənmisiniz. Diliniz olmayıb, bizim dili götürmüsünüz. Yəni məntiq bunu deyir. Əgər yox, bütün bu fakt, məntiqi qırağa qoyursunuz, sübut eləyin ki, Azərbaycan dili indiki danışdığımız dildən söhbət getmir. İndiki dilimizin də başına oyun açıblar. Bizə nə bilim özbəklərdən zətdən da misal gətirməyin. Onların da başına oyun açıblar. Bu Sovet dövründə saxtalaşdırılmış dildir. Bu əldə qayırma dildir. Bu yontulmuş dildir. Axıcı deyil. Yəni mən danışanda əzab çəkirəm bu dildə. İngilis dilində danışıram, çox rahatam. Rus dilində danışıram, çox rahatam. Bu dildə çox narahatam. Çünki yontalanmış dildir. Bu xalqın dili deyil. Bu insanların dilindən çıxmayıb. Bunu yontalayıblar. Xalqın dili İrandakı Azərbaycanlıların danışdığı dildir. Onu da indi yontalayırlar. Sübut eləyin ki, Mərkəzi Asiyadan hansı bir yazılı nümunəniz olub sizin və bu dil türkcə dili olub. Biz də bunu görək. Əgər bu sübut yoxdursa, bu tarixin boş-boş söhbətlərinə, saxta söhbətlərinə ehtiyac yoxdur, qardaş. Azərbaycan dili fars dilinin törəməsidir. Azərbaycan dili qrammatik olaraq talış dilinin törəməsidir. Yəni sözləri fars dilindən daha çox götürübdür, qrammatikanı da talış dilindən götürülübdür. Bunu da hardan bilirik? Çünki Azərbaycan dilində nə söz işlənibsə, fars dilində daha əvvəl işlənib. Onun daha əvvəl yazılı nümunəsi var. Məsəl üçün biri Nəsimi filanı 14-cü, 15-ci əsrlərdə bunları yazıbsa, bunlardan əvvəl farslar bu sözləri yazıbdı. Tamam mı? Bunun talışlara aid nümunəsi, qrammatika nümunəsi 11-ci, 10-cu əsrlərə gedib çıxırsa, türklərdə bu 15, 14, 16-cı əsrlərdə başlayır. Yəni bizim sübutumuz var ki, bu bizimdir. Talışların o qədər də sübutu görünmür, çünki Azərbaycan arxivləri bunu bağlayıblar, bizə göstərmirlər, amma biz bilirik orada nə faktlar var. Sadəcə onun sənədlərini göstərə bilmirik. Amma bu açıq-aşkar fars dilinin elementləri, fars dilinin törəmələri görünür bu dildə. Bu dil bir İrani dildir. Bu bir fars dilinin törəməsidir. Burada boş-boş danışmağa ehtiyac yoxdur. Belə.